الحمد لله الذي لا يبلغ مدحته القائلون ولا يحصى نعماءه العاطون ولا يؤدي حقه المجتهدون الذي لا يدركه بعد الهمم ولا يناله غوص الفتن ثم الصلاة والسلام على سيدنا ونبينا ومولانا أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين المنتخبين لا سيما مولاي ومقتداي مهدي صاحب الزمان الله ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين أما بعد فبسم الله وبالله ثم بذكر ولي الله اللهم كن لوليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين اللهم عجل لوليك الفرج. Bu məclisin təşkilatında hər kimin hər nə qədər zəhmət olub, hamısının ali dərəcədə qəbul olunmasına, başda Kərbəlayı Şəhriyar olmaqla o cümlədən ehsanat hazırlayıblar, ehsan sahiblərinin salamatçılıqlarına, ənvat ruhlarının şad olmasına və hər yerdə, dünyanın hər nöqtəsində məzhəbi təşəyyüdən nə qədər İmam Hüseyn ağaya, Əhl-i Beyt əleyhissalama xidmət eləyənlər var, qulluq göstərirlər, malı ilə, canı ilə, pulu ilə hamısının ali dərəcədə qəbul olmasına, səsi ilə həmçinin salavat hədiyyə elə. Allah səllə alə. Mən birbaşa söhbət etmək istədiyim hədisə keçim ki, vaxt da çox getməsin. Mərhum Müstənbit Qətrə kitabında nəql eləyir Əl-Fədailu Liş-Şeyx Əl-Fəqih Əbul-Fəzl Şazani ibn Cəbrail Qummidən ki, onun bir kitabı var, Əhl-i Beyt əleyhissalamın fəzilətləri haqqında yazır. İnnə Rəsulallah sallallahu aleyhi və aleyh və səlləm kanə calisən zatə yevmin indəhu və indəhu əl-imam Əli ibn Əbi Talib aleyhissalatu və salam. Bir gün Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm məscidə əyləşmişdi. Həzrəti Peyğəmbər məscidə əyləşmişdi. Əli aleyhissalatu və salam yanındaydı. İzdəxələl Hüseyn ibn Ali aleyhissalam. O zaman İmam Hüseyn aleyhissalam içəri daxil oldu. Fəəxəzəhun Nəbi sallallahu aleyhi və səlləm və əcləsəhu fi hicrihi. Peyğəmbər onu götürdü və öz dizinin üzərində əyləşdirdi. Və qəbbələ beynə eynəyhi. İki gözünün arasından öpdü. Və qəbbələ şəfətəyhi. Dodaqlarından öpdü. Və kanə lil Hüseyn aleyhissalam 6 sinin. Və İmam Hüseyn aleyhissalamın həmin vaxt 6 yaşı var idi. Demək, Peyğəmbər oturub Həzrəti Mövla da yanında İmam Hüseyn ağa daxil olur. Peyğəmbər onu öz dizinin üstündə əyləşdirir, üzündən, gözündən öpür. Fəqalə Aliyyun aleyhissalam. Bu zaman Həzrət Əli aleyhissalam buyurur. Ya Rəsulallah, ətühibbu vələdil Hüseyn aleyhissalam. Mənim oğlum Hüseyni çox istəyirsən? Qalə Nəbi sallallahu aleyhi və səlləm. Peyğəmbər buyurdu. Və keyfə la uhibbuhu. Necə istəməyim onu ki, və hüvə uzvun min ə'zai. O mənim bədən üzvlərimdən bir üzvdür. Fəqalə Aliyyun aleyhissalam. Kərbəlayı Əli aleyhissalam dedi. Əyyuma əhəbbu ileykə ənə əm Hüseyn. Hansınız daha çox sevimliyik sən üçün? Məni çox istəyirsən yoxsa Hüseyni? Fəqaləl Hüseyn. Peyğəmbər cavab verməmiş, İmam Hüseyn dedi.
Fəqaləl Hüseyn əleyhissalam, ya əbə, mən kana a'la şərəfən kana əhəbbə ilən nəbi. Kim daha çox şərəf sahibidirsə, Peyğəmbər onu daha çox istəsin. Yəni, kimin daha üstünlüyü yuxarıdırsa, məqamı, fəziləti daha çoxdursa, qoy Peyğəmbər onu çox istəsin. Yəni, bir növ Əli əleyhissalamı duelə çağırır. Fəqalə Aliyyun əleyhissalam li vələdihi. Ətufaxiruni ya Hüseyn. Mənlə fəxirləşmək istəyirsən, bu bizim bayaq dediyim ifadədir. Ətufaxir, təfəxərə yətəfəxərü, təfəxür, təfaül babıdır. Yəni, dəyişmək istəyirsən məndən, fəxirləşmək istəyirsən məndən ki, səndə daha çox üstünlük var, məndə daha çox. Qalə nəam ya əbətah, in şi't. Bəli, atacan, mən belə istəyirəm, əgər sən də istəyirsənsə. Gəl fəxirləşək. Gəl deyişək, görək səndə daha çox üstünlüklər var, yoxsa məndə. Fəqalə ləhul İmam Əliyyun əleyhissalam, ya Hüseyn, ənə əmirül müminin. Dedi, ey Hüseyn, mən möminlərin əmiriyəm, ənə lisan-ı sadiqin, düz danışanların diliyəm. Ənə vəzirül Mustafa, Mustafa'nın vəziriyəm, ənə xazını ilmillah və muxtarihi min xəlqih. Mən Allahın elminin xəzinədarı və xəlqinin içindən seçdiyiyəm. Əli əleyhissalam deyir bunları. Mən izah edə bilərəm bunları, vaxt deyirsən azlıdan. Ənə qaidu sabiqin iləl cənnə. Mən cənnətə girənlərin rəhbəriyəm. Ənə qadiyuddin ən Rasulillah sallallahu aleyhi və aleyhi və səlləm. Mən Rəsulullahın dininin qazisiyəm, qəzavət eləyəniyəm, hökmünü verənəm, hökmünü çıxardanam. Ənəlləzi əmmuhu əs-seyyid-i şühəda fil cənnə. Mən o kəsəm ki, əmim cənnətdə şəhidlərin seyyididir, Həmzə yəni. Ənəlləzi əxuhu Cəfər ət-Təyyar. Mən Cəfər-i Təyyarın qardaşıyam. Fil cənnə indəl mələikə. Mələklərin arasında cənnətdədir. Ənə qadiyyur rəsul, ənə axidun ləhu bil yəmin. Mən Rəsulun qazisiyəm və onun əhdini insanlardan alaram. Bilirsiniz hansı hadisədir? Göndərdi ya, get Məkkə müşriklərinə elan elə. Peyğəmbəri göndərdi, Peyğəmbər bir nəfəri göndərdi. Sonra ayə nazil oldu, özün get və ya özün kimisi get. Onu qaytardı dala, Əbu Bəkir idi gedən, onu qaytardı dala. Həzrəti Əli əleyhissalamı göndərdi və ağa getdi Məkkəyə. Hər qapıdan bir də adam öldürmüşdü. Tək canı ilə getdi, girdi onların arasında. Musa Peyğəmbər bir nəfəri öldürmüşdü. Allah deyirdi, get bir onun üstünə. O da qorxdu, dedi ki, qardaşımı ver mənə də, adam öldürmüşəm onların içindən. Əmirül müminin buyurur, mən təkcə 36 nəfər pəhləvanlarını öldürmüşdüm. Təkcə və ya pəhləvanlarını öldürmüş, amma tək tənha getdim, girdim, oxudum, üzlərinə gəldim. Ənə hamilü surəti tənzil ilə əhli Məkkə bi əmrillahi ta'ala. Mən həmən o Tövbə surəsi ki nazil oldu, onu gedib onların üzünə oxuyanam. Ənəlləzi ixtaləniyəllah ta'ala min xəlqih. Mən o kəsəm ki, Allah məni öz xəlqi arasından xüsusilə seçib. Ənə həblullahil mətin əlləzi əmərəllah ta'ala xəlqəh. Ən ya'simu bih fi qawlihi ta'ala və ətəsimu bihablillahi cəmi'a. Mən Allahın o ipiyəm ki, Allah öz kitabında əmr edib ki, Allahın ipindən möhkəm yapışsın. Həmən ip mənəm. Ənə nəzmullahi zahir. Mən Allahın parlayan ulduzuyam. Ənəlləzinə təzuruhu mələikətü səmavat. Mən o kəsəm ki, səmaların mələkləri məni ziyarət edirlər. Ənə lisanullahi natiq. Mən Allahın danışan diliyəm. Ənə hüccətullah Teala əla xəlqih. Mənəm Allahın məxluqatı üzərindəki olan hüccəti. Ənə yedullahil qəvi. Allahın güclü əli. Mənəm Allahın qüdrət əli. Mənəm. Ənə vəcihullah Teala fis səmavat. Mən səmalarda Allahın vəcihiyəm. Ənə cəmbullahi zahir. Mən Allahın aşkar olan cəmbiyəm. Cəmb, yəni Allah yanı, Allahın yanı. Quranda bir dənə ayə var ha. Nə bağda qiyamət günü deyəsiniz ki, cəmbullahı məsxərə elədim. Allah yanında olanı. O bir nəfərin ayəsidir ha. Ki onun yolu ilə gedənlərin hamısına aiddir. Ki Allah yanında olanı məsxərə elədim. Allah yanında olan, yəni Həzrət Əli əleyhissalam, cəmbullah. Ənəlləzi qalə subhanahu fiyyə və fi həqqi.
Mən o kəsəm ki, Allah mənim və mənim haqqımda buyurub, bəl ibadun mükremun, onlar çox kəramətli bəndələrdir. La yəsbiqunehu bil qol, sözdə heç kim onları qabağa keçə bilməz. Və hum bi əmrihi ya'melun, onlar Allahın əmrinə əməl eləyənlərdilər. Ənə urvetullahil vuska, mən Allahın möhkəm tutunacağıyam. Lən fisamə laha, heç vaxt qırılmaz, aradan getməz. Diqqət edirsiniz. Ənə babullahilləzi yu'ta minhu, mən Allahın o qapısıyam ki, hər şey oradan gəlir və ya Allaha o qapıdan gedilir. Mən Allahın o qapısıyam. Özdə babullah, babur rəhman deyir, babur rəhim deyir, babul xəlq deyir, babur rizq deyir. Babullahdır, Allah, Allah qapısı. İzafətə fikir verin. Muzafun ileyh, söz təyini söz birləşməsi. Bir var deyirsən Rəhman qapısı, Rəhim qapısı, ruzi verən qapısı, bağışlayan qapısı. Bir də var deyirsən Allah qapısı. Allah qapısı deyəndə bunların hamısı onun içinə daxildir. Rəhman da, Rəhim də, ruzi da, istiğfar da, hər şeyə daxildir. Mən Allahın o qapısıyam ki, oradan gəlinər. Sonra nə deyir? Ənə elmullah, mən Allahın elmiyəm. Ənə beytullah, mən Allahın o eviyəm ki, mən dəxələhu kanə aminə. Kim o evə daxil olsa amanda olar. Peyğəmbər nə buyurur? Buyurur, vilayətü aliyyin hisni və mən dəxələ hisni əminə min əzabi. Əlinin vilayəti mənim qalamdır. Hər kəs o qalaya daxil olsa, mənim əzabımdan amanda qalar. Allahın sözünü deyir ha. Mən deyir Allahın o eviyəm ki, kim ora daxil olsa, əzabdan amanda qalar. Fəmən təməssəkə bi vilayəti və məhəbbəti amənə minənnar. Kim mənim vilayətimdən və məhəbbətimdən möhkəm yapışsa, ilahi əzabdan amanda qalar. Ənə qatilun nakisinə vəl qasitinə vəl maliqin. Gələcəkdən xəbər verir. Mən Nəhrivandakıları, Siffeyndəkiləri, Cəməldəkiləri öldürənəm. Ənə qatilul kafirin. Mən kafirləri öldürənəm. Ənə əbul yatama. Mən yetimlər atasıyam. Əmirül-Mümin özünün fəzilətlərini sayır. Ənə əmmə yətəsaəlun. Mən kiməm? Əmmə yətəsaəlun. Nəbə surəsi var ha. Əmmə yətəsaəlun ənin nəbəil əzim. Bir-birlərindən soruşacaqlar əzəmətli xəbər barədə. O əzəmətli xəbər mənəm. Ənə əmmə yətəsaəlun ən vilayəti yevməl qiyamə lətüsəlunnə yevmə idin ənin nəim. Hansı ki, həmin gün neymətlər haqqında soru-sual olunacaqsınız. Qulaq asırsınız, bir dənə qulaq asmaq üçün salavat ediyələr. Allahümmə səllə alə. Baxışlarınızla biraz heyrətləndirin məni ki, mən də biraz daha yaxşı danışım. Ənə ni'mətullahi ta'ala əlləti ən'aməllah biha ələ xəlqih. Mən Allahın neymətiyəm. O neymətiyəm ki, Allah bütün neymətləri o neymətlə əta edir. Mən baş neymətəm, qalan bütün neymətləri mənə görə əta edir Allah təbarəkə və teala xalqına. Ənəlləzi qalallah teala fiyyə və fi həqqi. Mən o kəsəm ki, Allah mənim haqqımda deyib, Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və radiytu ləkum il-islamə dina. Bugün dinimizi kamilləşdirdim, neymətləri tamamladım və bugün İslamdan razı qaldım. Yəni 23 ildir İslam var idi, amma Allahın razılığı hələ yox idi. Əleyhisselamın vilayəti ilə bu kamilləşdi. Fəmən əhəbbəni, kim məni sevsə, kanə muslimən müminən kamilüddin. Mümin olar, müsəlman olar və dinində kamil olar. Ənəlləzi bi ihtədəytum. Mən o kəsəm ki, mənim əlimdən hidayət olmuşsunuz. Ənəlləzi qalallah təbarəkə və teala fiyyə və fi əduvvi. Mən o kəsəm ki, Allah mənim haqqımda və mənim düşmənlərimin haqqında buyurub vəqifuhum innəhum məs'ulun. Saxlayın onları, onlar cavab verməlidirlər. Ey ən vilayəti yevməl qiyamə. Ənən nəbəul əzim, mən əzəmətli xəbərəm. Ənəlləzi əkməlallah teala bihiddin yevmə qədir xum və xeybər. Mən o kəsəm ki, Allah mənim vasitəmlə Qədirxumda və Xeybərdə dinini neyniyib? Kamilləşdirim. Bayaqdan burada olub, indi içəri girənlərə bir salavat deyin. Allahümmə səllə alə Muhammed və
Buyurub, mən kuntu mevlahu fəhaza aliyyum mevlah. Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. Ənə salatul mümin. Mən müminin namazıyam. Yəni, mənsiz olan namaz deyil. Namaz ola bilməz. Zaten Andrey namazı qılacaqsan, əmirül mümininsiz namaz qılsan. Mümkün deyil Allah göndərən namazı qılasan. Yalnız əmirül müminin Əli ibn Əbi Talib əleyhissalatu vəssalamın izahı ilə sənin qıldığın namazdır. Və illa fəla apar, hara istəyirsən. Ənə həyyə aləs-səlah. Mən tələsün namaza nidasıyam. Ənə həyyə aləl-fəlah. Mən tələsün nicata nidasıyam. Ənə həyyə alə xeyril əməl. Mən ən xeyirli əməl nidasıyam. Ənəlləzi nəzələ ələ ə'dai. Mən o kəsəm ki, Allah mənim düşmənlərimin haqqında nazil eləyib. Səələ sailun bi əzabin vaqi lil kafirinə leysə ləhu dafi'. Əzab istəyən bugün əzab istədi və onun istədiyi geri çevrilmədi. Yəni, heç kim qabağını ala bildi. Biz açandı, Qədirxumda bir nəfər dedi ki, doğrudan bu, əgər Allah tərəfindən təyin olursa, bir dənə daş düşsün mənim başıma. Allah dedi, baş üstə. Daşı göndərdi, onu məhv-nabud elədi. Maşallah, danışanlar da var. Bimə'na mən ənkərə vilayətihu və Nu'man ibn-i Haris əl-Yəhudi lə'nəhullahi ta'ala. Özü deyir. Bu kimdir? Bu sözü kim demişdi? Nu'man ibn-i Haris əl-Yəhudi bu sözü demişdi. Ənə daiyül ənam iləl havz. Bütün məxluqları havz Kevsərə çağıran mənəm. Fəhəl daiyül mümininə iləl havz qeyri. Məgər məndən qeyrisi varmı? Ənə əbul əyimməti tahirinə min vuldi. Mən pak mümin imamların atasıyam. Ənə mizanul qist liyevmil qiyamə. Mən qiyamət günü Kərbəla Şəhriyar ədalət tərəzisiyəm. Mənlə ölçüləcək əməllər. Bunu bilirdiniz? Qiyamət günü əməllər Həzrəti Əli əleyhissalamdan ölçüləcək. Ənə ya'subuddin. Dinin keşiyini çəkən mənəm. Ənə qaidul müminin iləl xeyrat vəl-ğufran ilə Rəbbi. Rəbbimə gedən bütün məğfirət və xeyirlərin rəhbəri, gedən yolun rəhbəri mənəm. Ənəlləzi əshabi yevməl qiyaməti min ovliyai əl-mübərrunə min a'dai. Mən o kəsəm ki, mənim sahabələrim qiyamət günü düşmənlərimdən seçiləcək nurları ilə. Gör, nə qəşən sözlər deyir sizin üçün. Siz də qolaq asmırsınız, yatmağa başlayırsınız. Və indəl mevt la yaxafunə və la yəhzənun. Mən o kəsəm ki, mənim dostlarım ölüm anında qorxmayacaqlar və hüzünlənməyəcəklər ölüm anında. Eşidirsiniz? Və fi quburihim la yuazzabun. Mənim dostlarım qəbirdə əzab görməyəcəklər. Və hum əş-şuhada və siddiqun. Mənim dostlarım, yəni şiyyələrim şəhiddirlər. Mən matə ələ hubbi Əli ibn Əbi Talib matə meytətən şəhidə. İmam Cəfər Sadiq əleyhissalam buyurub, kim əmirəl mümininin məhəbbəti üzərində dünyasını dəyişsə, ölümü şəhadət ölümüdür. Şəhid hesab olunur. Və ində Rəbbihim yəfrəhun. Onlar öz Rəblərinin yanında fərəh içində olacaqlar. Ənəlləzi şiəti mutəbəssikunə ən la yubaddu mən haddəllah və rəsuluh. Mən o kəsəm ki, mənim şiyyələrim Allahın və onun rəsulunun hədələrindən uzaq olacaqlar. Qiyamət günü ki, hədələnəcək insanlar var, onlardan olmayacaqlar. Ənə ovnul müminin, möminlərin köməyi mənəm və şəfi'un ləhum ində Rəbbil aləmin. Və aləmlərin Rəbbin yanında onlara şəfaəti də mən eləyəcəyəm. Ənə daribu bis seyfeyn. Ənə ta'in bil harameyn. Ta indi bunları keçək üstündən. Ənəlləzi qalə fiyyəl əmin Cəbrail. Mən o kəsəm ki, Cəbrail mənim haqqımda deyib, la seyfə illa zülfüqar, la seyfə illa zülfüqar və la fəta illa Əli. Zülfüqardan başqa qılınc yoxdur. Əlidən başqa da qüdrətli, qüvvətli cavan yoxdur. Ənə sahibi fəthi Məkkə. Məkkəni fəth eləyən mənəm. Ənə kasirullatı vəl-üzzə. Latı üzzanı sındıran mənəm. Cürət elə bilmədilər latı sındırmağa. Dedilər, bunların neçə min illik Allahıdır bu. Bunu necə sındıraq? Buna cürət elə bilmədilər. Şeyx Hacı Ağayar gəldi. Bir salavat deyə Peyğəmbərə. Allahümmə səllə alə Muhammed. Bağışlayarsınız.
Ənəl-ləzi əlawtu əla kitfin nəbi sallallahu aleyhi və alihi və səlləm və kəsərtül əsnam. Mən o kəsəm ki, Peyğəmbərin çiyninə qalxdım və bütləri sındırdım. Ənəl-ləzi kəsərtü yəğusu və yəuqu və nəsra. İbadət etdikləri bütün məbudları sındıran mənəm. Ənəl-ləzi təsəddəqə bil xatəm. Mənəm namazda, rükuda öz üzüyünü zəkat verən. Ənəl-ləzi numtu əla firaşin nəbi sallallahu aleyhi və səlləm. Mən o kəsəm ki, Peyğəmbərin ölüm yatağında yatdım. Ənəl-ləzi yəxaful cin min bə'si. Mən o kəsəm ki, cinlər məndən üz-üzə gəlməkdən qorxurlar. Cinlər məndən üz-üzə gəlməkdən qorxurlar. Cinni Zəfəri eşitmişsiniz? Cinni Zəfəri Həzrət Əli Əleyhisselam hidayət edib. Cinni Zəfər bir aləmdə öz milyonlarla və ya minlərlə ordusu ilə yaşayırdı. Həzrəti Mövla getdi, onların hamısı ilə vuruşdu və hamısını qətlə yetirdi. Cinni Zəfərə çatanda Cinni Zəfər dedi, mən İslam'a şəhadət verirəm, öldürməməli. Əmirül-Müminin öldürmədi. O doğrudan da İslam'ı qəbul elədi və Kərbəlada gəldi. İmam Hüseyin ağadan kömək istədi ki, gedə ona kömək eləyə. İmam icazə vermədi. 1974-cü ildə dünyasını dəyişib. Mərəşi Nəcəfi elan edib. Həmin o Cinni Zəfər. 1974-cü ildə. Əmirül-Müminin onu hidayət edib. Ənəl-ləzi bihi ya'budullah. Bunlar çox böyük sözlərdir. Allaha mənlə ibadət olunur. Ənə tərcümanullah. Allahın tərcümanı mənəm. Yəni əqidə məndən öyrənməlidir. Ənə qatulu əhlil cəməl və siffeyn bə'də Rəsulillah. Hədis həddindən artıq çox uzundur. Axırına gəldim. Lap axırındayam. Kərbəla Şəhriyar fəinda dedi, mən buyam. İmam Hüseynə dedi. İndi növbə İmam Hüseynə keçməlidir. Axı İmam Hüseyn başlamalıdır. Qısadır ya. Narat ona Kərbəla. Fəindaha səkətə Aliyyun aleyhissalam. İmam Əli Aleyhissalam sakit dayandı. Dedi. Sakit dayandı. Qulaq as. Fəqalə Nəbi sallallahu aleyhi lil-Hüseyn Əs-səmi'ətə ya Əba Abdullah. Eşitdin ey Əba Abdullah, aton nə dedi? Ma qaləhu əbuk. Bax gör nə qəşəng deyir. Və huvə əşirun mi'şari ma qaləh min fədail. Bu dedikləri onun fəzilətlərinin onda biridir. Bu dedikləri onun fəzilətlərinin onda biridir. Min əlf fadilə, onun milyon fəziləti var. 2 dənə əlif işlənsə milyon deməkdir. Onun milyon fəziləti var. Və fəvqü dalik ə'la. Bəlkə bundan da o ucadır. Fəqaləl Hüseyin aleyhissalam Elhamdülillahilləzi fəddələnə alə kəfirin min ibadihil müminin. Quran ayəsi dedi. Həmd olsun o Allaha ki, bizi başqalarından üstün elədi. Bu onu dedi. Və alə cəmi'il məxluqin neysə. Və xəssə cəddəna bit-tənzil və təbil və sidq. Həmd olsun o Allaha ki, bizim babamıza tənzili, Qur'anı, təvili, onun batini, sirlərini, sidqi verdi. Cəbraillə danışığı verdi. Və cəalənə xiyarı mən istəfahul cəlil. Allahın, həmd olsun Allaha ki, bizi seçilmişlərdən qərar verdi. Və rəfə'na ələl xəlqi əcməin. Bütün xalqından üstün elədi. Sümmə qaləl Hüseyin. İndi İmam Hüseyin də bir-iki kəlmə deməli daxil. Əli Rəsəlama deyib ki, sən üstünsən yoxsa mən. Əmirül-Müminin də başlayıb saymağa bunların hamısın. Sümmə qaləl Hüseyin aleyhissalam. Əmə dəkərtə ya əmirəl-müminin fəəntə fihi sadiqun əmin. Ya əmirəl-müminin, o şeylər ki, sən özün haqqında dedin, sən onların hamısında sadiqsən, düzsən. Yəqinən bu cürdür ki, sən bu fəzilətlərin sahibisən. Peyğəmbər buyurdu, Uzkur əntə ya vələdi fədailək. Oğlum, balam, indi sən öz fəzilətlərini say. Fəqaləl Hüseyin aleyhissalam, ya əbə, ənəl Hüseyin ibn Ali ibn Əbi Talib. Mən Əli ibn Əbu Talibin oğlu Hüseynəm. Və ummi Fatimətü Zəhra. Anam Fatimə-i Zəhradır. Seyyidətü nisa'il aləmin. Aləmlərin qadınlarının seyyidəsi. Və cəddi Muhammedun il-Mustafa. Seyyidu bəni Adəm. Bütün bəni Adəmin seyyididir. La reybə fihi, ya Əli. Mən
İndi gör səndən necə üstünəm. Əlbəttə bu üstünlük deyil. Baxın. Ya Əli, əbi əfdəl min əbik. Atam atondan üstündür. Əleyhissalama deyir. Atam atondan üstündür. Və ummi əfdəl fudla min ummik. Anam anondan üstündür. İndallahi. Və bütün hamısını oxumuram. Və cəddi xeyrun min cəddik. Babam babamdan üstündür. Bütün insanlar arasında. Tamam. Ufaxirukə fəxirləşirəm səndən buna ki, mənim atam kimi aton yoxdur, anam kimi anon yoxdur, babam kimi babon yoxdur. Bununla ufaxir edirəm. Ənə fil məhdi nağani Cəbrəil və təlqani İsrafil. Mən o kəsəm ki, beşikdə olanda Cəbrail yırğaladı, İsrafil lay lay dedi. Ya Əli, əntə indəllah əfdəl minni. Ya Əli, əlbəttə ki, sən Allah yanında məndən üstünsən. Və ənə əfxur minkə bil abai vəl umməhati vəl əcdad. Amma mən səndən ona görə fəxirləşirəm, deyişirəm. Atalıq cəhətdən, analıq və babalıq cəhətindən fəxirləşirəm səndən ki, məndə olanlar səndə yoxdur ki, mənim atam kimi aton, anam kimi anon, babam kimi babam yoxdur. Sümmə innəl Hüseyn əleyhissalam i'tənəqə əbahu. Sonra Əli əleyhissalamın boynunu qucaqladı. Və cəalə yuqəbbilhu. Başladı onu öpməyə. Və əqbələ Əliyyün əleyhissalam yuqəbbilu vələdəhul Hüseyn ibn Əli ibn Əbi Talib əleyhissalam və həvə yəqulu zadəkəllah şərəfən və fəxrən və ilmən və hilmən. Allah artırsın sənin şərəfivi, fəxrivi, elmivi, helmivi. Və lə'ənəllah Teala zalimik. Allah sənə zülm eləyənlərə lənət eləsin. Ya Əba Abdullah, ey Əba Abdullah, sümmə rəcəəl Hüseyn ilən Nəbi sallallahu aleyhi və səlləm. Sonra yenidən İmam Hüseyn əleyhissalatu vəssalam qayıtdı Peyğəmbər sallallahu aleyhi və səlləmin ağuşuna. Təsəvvür edin, bu qədər cəlalı, əzəməti, şəni, hansı ki, heç kim onun, necə hədisdə deyir, əcəllu qədrən, əzəmü şərnən və əbədu qovrən, bir imam o qədər ucadır ki, ən dərinliklər onun topuğuna çatar. Ən dərin şeylər onun topuğunda qalar. Yəni, onun üçün dayazdır, ən dərindir. Belə bir şəxsin ürəyi nə ürəkdirsə, Allahın ərşidir ora, ona nizə batırıb kürəyindən o ürəyin qanını çıxardıblar. Ərbəindir, xətmi kəlamdır, bir dəqiqə deyim, vəssalam. O da bundan ibarətdir ki, İmam Hüseyn əleyhissalatu vəssalamın karvanı Şamdan gəlir. Gəldilər, çatdılar Mədinəyə. Dünən day Ərbəin rozəsi oxumuşduq, sıra gün. Ona görə Mədinədən deyirəm. Gəldilər, çatdılar Mədinəyə. Birinci əza heyəti ki, təşkil olundu. Xanım Zeynəb salamullahi əleyham. Qapısı döyüldü. Bir gün bayra çıxmadı. Qoy bunu deyim, qalmasın. Abdullah gəldi. Həzrəti xanım Zeynəb salamullahi əleyham həyat yoldaşı gəldi. Abdullah İbni Cəfər gəldi İmam Zeynəb əleyhissalamın yanına. Ədəblə, ərkanla. Baxmayaraq ki, xanım Zeynəb onun xanımıdır. Amma o bilir ki, o imamı var. İmamı var. Gəldi, dedi, icazə buyurursan bibinlə görüşüm. Demədi, gedim xanımımla görüşüm. Ədəb, ərkan. İmamdır çünki o. Dövrün imamı. Dedi, icazə buyurursan gedim bibinlə görüşüm. İmam Zeynəb əleyhissalam işarə elədi, dedi, bax, o çadırın içindədir. Gəldi, daxil oldu içəri. İçəri daxil oldu. Bir neçə saniyə bəlkə dayandı. Ondan çıxdı bayra. Bayra çıxmaq istədi. Hanım Zeynəb salamullahi aleyha buyurdu ki, Abdullah, niyə çıxırsan bayra? Dedi ki, mən istəyirəm xanımımla görüşüm. Çadırı səhv girmişəm. Yanlış girmişəm. Hanım Zeynəb buyurdu ki, Abdullah, tanımadığım məni necə tanısın? Təsəvvür edin, dillər qocalıb, beli bükülüb, səsi dəyişib. Dedi, Abdullah, haqqın var ki, tanımayasan. Mən 7 qardaşının
Başını nizədə görən bacıyam. 7 qardaşın başı kəsilib. Oğlanlarım qətlə yetirilib. Mən Təlli Zeynəbiyyədən Qovdali qətligaha qaçana qədər qocalmışam. 50 ilə bərabər oldu mən üçün. Bəli, əza büsatını təşkil edib birinci heyət qurub xanım Zeynəb salamullah əleyha. Kim heyət qursa, harda 10 dəqiqəlikdə qursa, xanım Zeynəb onun sabına şərikdir. 10 dəqiqəlikdə qursa, çünki birinci bu işi görən xanım Zeynəb olur. Neyinirdilər? Yığışırdılar bir yerə, dəstə şəklində. Ondan sonra sinələrinə döyə-döyə gedirdilər Peyğəmbərin qəbrinə. Va Hüseyna, va Hüseyna, va Hüseyn. Bu sözləri deyə-deyə. Gəlib çatırdı Peyğəmbər sallallahu aleyhi və səlləmin mübarək qəbrinə, çıxardırdı İmam Hüseyn ağanın qanlı köynəyin, sərirdi və başlayırdılar ağlamağa. Dedim ki, bir gün bayra çıxmadı. Kənizlə dedi ki, bir gün özüm özümə ağlamaq istəyirəm, tək olmaq istəyirəm, heç kimi buraxma içəri. Ondan qapısı döyüldü, bir xanım gəldi qapıya. Dedi ki, mən bibi ilə görüşmək istəyirəm. Kəniz dedi ki, bibinin halı yaxşı deyil, bugün kimlənsə görüşmək istəmir. Dedi, denən ki, qəmvin şəriki gəlib. Gəldi xanım bibiyə, xanım Zeynəbə dedi ki, bir qadın deyəlim qapıda, üzün görmürəm, niqablıdır. Sizlə görüşmək istəyir. Xanım dedi ki, axı, dedim, axı, heç kim görüşməsin. Dedi, bir söz dedi ki, ona görə gəldim sizə deyim. O qadın mənə dedi ki, getdinən qəmvin şəriki gəlib. Bunu deyəndə xanım Zeynəb özü də mənim, yəni qəmimə kim şərik olar? Mən çəkəni kim çəkib? Mən görəni kim görüb? Yəni mənə kim şərik olar? Durdu ayağa ki, çıxın bir qapıya görüm gələn kimdir? Gəldi, çatdı qapıya, dedi, ay xanım, sən kimsən mənə şərik olasan? Niqabın qaldırdı, gördü gələn Ümmülbənin salamullahi əleyh. Qucaqladı, başladı deməyə. Va axa, va Abbasa, va axa, va Abbasa. Ondan o da qucaqladı. Va imama, va Hüseyna, va imama, va. Bir dəfə va Abbasa demədi. 4 dənə Kərbəlayı qəbir qazmışdı Bəqidə, 4 dənə qazmamışdı, işarə eləmişdi. 4 dənə, yəni oğlanlarına simvolik 4 dənə. Mərvan dil bir dəfə ağlayıb buradan keçəndə. Bir dənə də qəbir İmam Hüseyn ağanın başda qoyub. İmam Hüseyn 5 dənə qəbrin şəklini çəkib. 4 dənə öz oğluna, bir dənə də İmam Hüseyn ağa. Öz oğlanları üçün simvolik çəkdiyi qəbirlərin yanında ağlamırmış. İmam Hüseyn ağanın yanında ağlayırmış. Ağlayırmış, yaxşı qəzəl deyilmiş, qəsidə deyilmiş. Duranda baxılmış onlara, dilmiş oğlum Abbas, məndən inciməyin ha. Onun anası yoxdur, ona görə mən orada oturub ağlayıram. Ama sizin ananız sağdır. Sizin üçün roza deyə bilər, sizin üçün oxşama deyə bilər. Əla lə'nətullah ələl qavmiz zalimin.